Gördüyünüz bütün əşyaları ilə birlikdə Xırdalan şəhərində Blue City yaşayış kompleksindən 63 kvadrat metrlik mənzil təqdim edirəm sizlərə. Dəyərli izləyicilər, bina tam yaşayışlı binadır. Bütün kommunallar fasiləsiz olaraq verilir. Xırdalan şəhərinin ən elit kompleksi olan, hal-hazırda Xırdalanın gündəmdə olan bir kompleks deyək də, yəni ən elit kompleksi Blue City yaşayış kompleksində yerləşir mənzilimiz. Şəxsi istifadə üçün ideal şəkildə təmir olunub. Təmirində yüksək keyfiyyətli materiallardan istifadə olunub və bütün əşyalar hər biri mənzildə qalır. 63 kvadrat metrdən ibarət 14 mərtəbəli binanın 11-ci mərtəbəsində yerləşir. Mənzilimizin əsas giriş qapısı burada yerləşir. Giriş qapıdan daxil olduq. Qarderobdur, divar içi yığılıb. İrəlilədikdə solda belə bir gözəl mətbəxdir. Mənzildə təmirdən sonra yaşayış olmayıb. Çox əla bir proyekti var. Qeyd etdiyim kimi yeraltı avto dayanacağı, geniş həyət hissəsi, günü-gündən gözəlləşən Blue City yaşayış kompleksi. Sanuzel qovşağıdır. Görürsünüz, səliqəli şəkildə bütün aksesuarlarla təchiz olunub. 63 kvadrat metrdən ibarətdir. Videonun açıqlama bölməsində, dəyərli izləyicilər, mənzilimizin satış qiyməti qeyd olunub. Keçirik mənzilin yataq otağına. Burada yerləşir yataq otağı. Tam əşyalı şəkildə satılır, qeyd etdiyim kimi. Al, köç, yaşa vəziyyətdədir. Kombisinə qədər hər biri quraşdırılıb hazır şəkildə. Bu da mənzilimizin eyvanı. Qonaq otağından və yataq otağından mənzilin eyvanına çıxış mövcuddur. Bakı-Sumqayıt yolunun tam olaraq kənarında Bakı Mühəndisliyi Universitetinin yaxınlığında yerləşir kompleksimiz. Yəqin ki, Blue City yaşayış kompleksinin hal-hazırki günə görə tanımayan yoxdur. Kompleksin daxilində nəzərdə tutulmuş tikintilər məktəbdir, bağçadır, məsciddir. Bütün yaşayış obyektləri, yəni tam olaraq ideal bir kompleksdir. Böyük hipermarketlərə qədər nəzərdə tutulub. Hal-hazırda demək olar ki, Blue City'də yaşayış çox yüksək səviyyədə inkişaf edir. Ətraflı məlumat almaq üçün buyurub bizimlə əlaqə saxlaya bilərsiniz. Dəyərli izləyicilərimiz, bu günə bu qədər. Növbəti çəkilişdə görüşənədək.